Ürəyin tac damarları bizim burada gördüyümüz damarlardır. Baxın, bax bu ürəyin üzəri ilə gedən qırmızı damar sol yönü ilə arteriyadır və digər damarlar olsun, ürəyin yan divarında və arxa divarında olan damarlardan söhbət. Bu damarların funksiyası ürək əzələsini qidalandırmaqdan ibarətdir. Və əgər damar mənfəzi 70% və ondan az hallarda, deyək ki 30%, 40% qeyri-ciddi bir darlıq biz bunu hesab edirik. Qanın axımının pozmadığı təqdirdə ciddi şikayətlərlə özünü büruzə verməz. O düzdür ki, ürək gec xəbər verir. Damarlar 70% tutulana qədər simptom olmaya bilər. Məsələn, bir çox xəstələri həkimlər müayinə edərkən deyirlər ki, yoxlama olmasaydı, müayinə etməsəydik, bilməyəcəkdik. Bu faktı həkimlər necə açıqlayır? Əgər 70%-dən daha təsdiq olunub ki, daha çox faiz hallarda 80, 85, 90, 90-ın üzərində olduğu zaman, bu zaman qanın axımına mane yarandığı üçün, məhz mane olduğu üçün, yetəri qədər qan o damar lümenindən keçə bilmədiyi üçün toxumalara da yetəri qan getmir və qidalı mühit, oksigen məsələ qan vasitəsilə daşındığı nəzərə alsaq, ürək əzələlərində də müvafiq nahiyədə bu tələbat var, xüsusən fiziki aktivitet zamanı kifayət qədər özünü göstərir. Beləliklə, bir insan sual verə bilər ki, bəlkə məndə qeyri-ciddi bir darlıq var, misal üçün 50%, 40% bir darlıq var məndə, şikayətim yoxdur, o demək deyil ki, məndə bu darlıq yoxdur. Və yaxud da bir 30%lik bir kireçlənmə var, bir ateroskleroz var damar mənfəzində. Şikayətim yoxdursa, gözlüyüm indi mən bu 70% gəlsin, çatsın, sonra müraciət edeyim deyən insanlar var. O insanlara buradan səslənə bilərək ki, bəli, bunu dəqiqləşdirmək üçün birinci həkim kardioloqa müraciət edə bilərsiniz. İkinci, bu darlığın yaranma səbəbi sizdə varmı, yoxmu? Yəni, kim miyokard infarktı keçirəcək? Yəni, bu 70, 80, 90, 100% olanda buna biz miyokard infarktı deyirik. Damar mənfəzinin 100% oklüziyası, trombozu biz buna miyokard infarktı deyirik. Ürək əzələsində baş verirsə bu hadisə. Və belə olduğu təqdirdə risk faktorlarına baxın. Siz şəkər xəstəsinizmi? Kontrolsuz 10-15 ildən artıq şəkər xəstəsisinizmi? Siz təzyiq xəstəsisinizmi? Digər risk faktoru. Yəni, bu səbəblərdir, bunu yaradan səbəblər. Nə deməkdir təzyiq xəstəsi? Əgər sizin təzyiqiniz hər gün 140-90 mm civə sütunu və ondan yuxarı rəqəmlərdədirsə, siz təzyiq xəstəsisiniz. Üçüncü, qanda xolesterinlərin, yəni LDL dediyimiz aşağı sıxlıqlı xolesterin fraksiyasının miqdarı normadan daimi yüksəkdədirsə, bu arada deyim ki, bəzi genetik irsi faktorlardan dolayıdır, bəzi insanlarda bu daimi yüksək olur. Heç qidaya bağlı olmaya da bilər. Aktiv siqaret istifadəliyindən söhbət gedirsə burada və irsi faktor varsa, yəni qan qohumlarında bənzər problemlər yaşayıblarsa, bu major risk faktorudur. Bunları biri və ya bir neçəsi bir arada varsa, o zaman bəli, olmaq ehtimalı var. Gözləmək lazım deyil ki, o gəlsin hansısa ciddi faizlərə çatsın. Əfsus ki, bizim pasientlərimiz böyük əksər hallarda elə bu 70% deyil də elə 100% və bir neçə damarda çox ciddi 70%-in üzərində darlıqlarla məcburən müraciət edirlər. Çünki ağırlaşma ilə onlar ya da ölüm pəncəsindən qurtarmaq üçün həkimə gəlmək məcburiyyətində qalırlar ki, buna da ancaq təəssüf etmək olar.